İndi sizə FindX platformasının məqsədini və istifadə qaydasını izah edəcəm. Məqsədindən qısa olaraq danışsaq, FindX bizim yerimizə bizə lazım olanı tapır. Tutalım ki, biz bir avtomobil axtarırıq, müəyyən parametrləri var, BMW qara rəng 5-ci seriya. Biz nə edirik? Normal olaraq daxil oluruq ölkədəki bütün avtomobil elanları saytına, bir-bir bu filtrləri seçərək nəticələrə baxırıq. Və bu halı gün ərzində dəfələrlə təkrarlayırıq. Bu da böyük bir vaxt itkisinə gətirib çıxarır. Bunun yerinə FindX platformasını istifadə edərək parametrlərimizə uyğun olan nəticələri paylaşıldığı anda dərhal əldə edə bilərik. Əlavə olaraq qeyd etmək lazımdır ki, FindX platforması özündə sadəcə avtomobilləri deyil, həmçinin daşınmaz əmlak, elektronika məhsulları, telefonlar, kompüterlər, məişət avadanlıqları, iş elanları və s. digər kateqoriyaları birləşdirir. Platformanın məqsədi aydın olduğuna görə artıq istifadə qaydasına keçə bilərik. Buradan daxil ola basırıq, hesabım yoxdur. Əgər istəsək, Google ilə bir kliklə qeydiyyatdan keçə bilərik. Mən bugün e-mail ilə davam edəcəm. Qeydiyyatdan keçirik. Qeydiyyatdan keçəndən sonra platforma bizə standart plan abunəliyi verir. Bu plan sayəsində bir həftə boyunca platformanı pulsuz istifadə edə bilirik. Bura sorğular səhifəsidir. Buradan yeni sorğu yaradıb istəyimizə uyğun nəticələr ala bilirik. Burada planlar var, planların qiyməti və s. Tənzimləmələr, tənzimləmələrdən şifrəmizi dəyişə, ad soyadımızı dəyişə bilərik. Sorğularıma keçirik, yeni bir sorğu yaradırıq. Məsələn, bizə avtomobil lazımdır. Adını istədiyimiz ad qoya bilərik, məsələn, yeni avto. Buradan avtomobili seçirik, yeni sorğu yaradırıq. Burada status, ümumi bildiriş sayı görünür. İndi bizə yeni filtr yaratmaq lazımdır. Yeni filtr yaratmağa basırıq. Açılan pəncərədə bizə Telegram botdan qeydiyyatdan keçməyimizin tələb olunduğu deyilir. Burada davam edə basırıq. Telegram açılır. Bizim botumuz açılır. Burada starta basandan sonra uğurlu aktivləşdirmə. Bu mərhələ telefonda da eyni olacaq. Qaydırıq sayta. Buranı bağlayırıq. Yoxlaya bilərik. Artıq Telegram botumuz aktivdir. Yəni, bildirişlər bizə Telegram üzərindən göndərilə biləcək. Yeni filtrə basırıq. Buradan marka seçirik. Mən marka əvəzinə sadəcə şəhər seçəcəm. Məsələn, Bakı olsun. Qiyməti 2000-dən başlasın. Ad gücü 100-dən başlasın. Açılan pəncərədə parametr nəticələrinin bizə Telegrama göndəriləcəyi deyilir. Olduya basırıq. Əlavə olaraq yeni sorğu yarada bilərik. Buradan, məsələn, yeni ev. Sorğu kateqoriyasını daşınmaz əmlak edirik. Yeni sorğu. Artıq burada yeni sorğumuz var. Bu yeni sorğuya aid yeni filtr yaradırıq. Məsələn, bizə alqı-satqı kateqoriyasında, daha doğrusu satış növündə evlər lazımdır. Şəhər olsun Bakı. Filtrləri çox sadə qoyuram ki, daha sürətli bildirişlər gəlsin. Siz isə təbii ki, istəyinizə uyğun bütün detallı filtrləri seçə bilərsiniz. Gəlməyə başladı. Telegrama keçirik, baxırıq, artıq 39 dənə bildiriş gəlib. Filtrlərimiz çox sadə olduğuna görə nəticələrimiz də çoxdur. Buradan sayta qayıdıb ümumi bildiriş saylarına baxa bilərik. Məsələn, yeni avto sorğumuzda bizim bir filtrimiz var idi. Bu filtrə aid 45 dənə nəticəmiz var. Eyni nəticələri həm sayt üzərindən, həm də Telegram üzərindən görə bilərik. Əgər istəsək, detallara basaraq elanın hansı sayta məxsus olduğunu görə bilərik. Həmçinin orada əlaqə nömrəsi və s. digər məlumatları əldə edə bilərik. Gördüyümüz kimi, FindX platformasından istifadə həm rahat, həm əlverişlidir. FindX sayəsində vaxtımıza bolluca qənaət edə bilirik. Yaranan çətinliklərə və ya ağlınızda qalan suallara görə, təkliflərinizə görə bizə WhatsApp üzərindən yaza bilərsiniz. WhatsApp üzərindən bizə yazmaq üçün buradakı ikona klikləməyiniz kifayətdir.